Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala eşrefil enbiyai vel mursalin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecmain. Rabbi şrahli sadri ve yessirli emri. Ve ahlul uqdeten min lisani yefqahu qavli. Əziz qardaşlarım, həmişə olduğu kimi hamınıza eləcə də özümü Allahdan qorxmağa nəsihət edirəm. Həqiqətən təqva böyük nemətdir. Təqvasız insanın heç bir əməli qəbul olmur. Allah subhanahu teala Maidə surəsində deyir ki, İnnəmə yətəqabbəlullah minəl muttaqin. Allah yaxşı əməlləri ancaq müttəqilərdən qəbul edir. Yəni Allahdan qorxan insanlardan. Və insan Allahdan qorxanda Allah ona bilmədiklərini öyrədir. Fəttəqullah və yuallimukumullah deyir Allah subhanahu teala Quranda. Allahdan qorxun, Allah sizə öyrətsin. Allah bizə öyrətdiyi elmlər arasında ən xeyirli elm hansı elmdir? Allahın dini. Allah insana çox şey öyrədə bilər. Yəni, dindən əlavə dünyəvi işlərdə də Allah Teala insana ilham verə bilər, insanı ucalda bilər, öz sahəsində onu gözəl mütəxəssis edə bilər, yetişdirə bilər. Amma bu dünyaya aiddir. Əsas xeyir, axirət xeyridir axı. Ona görə də Allah subhanahu teala dünyada olan o xeyirləri, nemətləri hər kəsə verə bilər. Möminə də, kafirə də. Kafirlər də dünyəvi işlərdə qabağa gedir, inkişaf edir. Ancaq axirəti qazanmaq xüsusunda Allah subhanahu teala istisna olaraq bunu ancaq sevdiklərinə verir. Əl-Bəqərə surəsinin ilk ayəsində Allah subhanahu teala nə deyir? Zəlikəl kitabu la raybə fih hudəl lil muttaqin. Bu kitab içində heç bir şək şübhə yoxdur. Ancaq müttəqilərə doğru yol göstərir. Deməli, bu kitabı çox adam oxuya bilər. Müsəlmanı da, qeyri-müsəlmanı da. Oradan ancaq Allahdan qorxanlar ibrət götürə bilər. Onu başa düşə bilər və doğru yolla gedə bilər. Amma yerdə qalanları Allah subhanahu teala, necə ki Peyğəmbər sallallahu aleyhi və səlləm hədisdə deyir, Allah bu kitab sayəsində bir qism insanları ucaldır, bir qismini isə rəzil edir. Fikir verirsiniz, Quran sayəsində bir qism insanlar ucalır, bir qismi alçalır. Özünüz bilirsiniz, Quranilər də Quran oxuyur. Məhər Allah onları ucaldır? Yox. Gör, necə bədbəxtdirlər ki, Peyğəmbər sallallahu aleyhi və səlləmi inkar edirlər. Yəni, şəhadətin ikinci tərəfini. La ilə illallahı qəbul edirlər, Muhammed Rasulullahı qəbul eləmirlər. Bu açıq aydın küfürdür. Demək, Quranı oxuduqları halda Quran onlara fayda vermir. Və digər hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, Quran bir qism insanların lehinədir, bir qisminin əleyhinə. Qiyamət günü onların əleyhinə şahidlik edəcək. Biz isə çalışaq, Allahdan qorxaq. Gündəlik olaraq bir-birimizə Allahdan qorxmağa tövsiyə edək ki, bu təqva artdıqca Allahın bizə olan sevgisi də artacaq. Və Allah bizi sevəndən sonra bizə sevdiyini öyrədəcək. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, mən yuridilləhi bi xeyran yufəqqihu fiddin. Allah kimi sevsə, ona sevdiyini öyrədir. O elmindən öyrədir. Tarix boyu kimləri sevib, kimləri sevməyib, kimə nifrət edib. Sevdiyini öyrədib, öz elmindən və ucaldıb, sevmədiyini isə qəlbinə möhür qoyub və alçaldıb. Sevdiyi bəndələr peyğəmbərlərdir, onların ardıcılları. Adəm aleyhissalam, Nuh aleyhissalam, İbrahim aleyhissalam, Musa aleyhissalam, İsa aleyhissalam, Muhammed sallallahu aleyhi və səlləm əsaslarını qeyd elədim. 124 min olub onların sayı. Hamısını Allah ucaldıb. Əsrlər boyudur, onlar dillər əzbəridir. İnsanlar onlara rəhmət oxuyur. Allahdan xeyir dua diləyir. Amma həmin dövrlərdə yaşayan, Allahın nifrət etdiyi, sevmədiyi, amma insanlar tərəfindən ilahiləşdirilən Fironlar, Nəmrudlar, Qarunlar, Hamanlar
və s. Nə oldu bunların axırı? Heç tarixdə, necə ki, Allah Teala Quranda deyir, onlardan qalan əsər əlamət görürsünüz heç. Əsər əlamət qalıb onlardan. Nə demək istəyir Allah Subhanahu? Yəni, heç onların adını çəkən var, onlara dua edən var, onlara rəhmət oxuyan var. Yox. Yada salanda da onları çox pis yada salırlar. İnsanlar onlara lənət oxuyursun ki, tarix boyu onlar iblisə qulluq ediblər. İndi mövzumuz əsas Allahın o bərəkət verdiyi insanlara aiddir. Daha dəqiq desəm, hal-hazırda kitab hazırlayıram. 100 səhifəyə yaxın kitab olacaq, bəlkə də çox. İndi gedişatdan asılıdır. Bu kitabda Allahın bərəkət verdiyi nemətlərdən danışacaq. Allah nəyə bərəkət verib? Kitabın adı da belədir. Allahın bəxş etdiyi bərəkətlər. Kitabın xülasəsi belədir. Bərəkətli kəlamlar, bərəkətli əməllər, bərəkətli yerlər, bərəkətli zamanlar, bərəkətli yemək içməklər, bərəkətli mal-dövlət, bərəkətli heyvan, bərəkətli yağış, bərəkətli külək, bərəkətə nail olmaq üçün edilən dualar və mövzular budur bu kitabın içində. Çox mühüm mövzulardır. Yəni, biz bilsək, həmin o bərəkətlərdən də təbarruk edərik. Yəni, o bərəkətdən istifadə edərik ki, bizdə də bərəkət olsun. Kitabın başlanğıcında isə nə gəlir? Mübarək insanlar. Yəni, o insanlar ki, Allah Teala onlara bərəkət verib. O mübarək insanlar kimlərdir? Peyğəmbərlər və onların ardıcılları. Mömin insanlar. Peyğəmbərlər arasında ən çox Allaha yaxın hansı peyğəmbərdir? 5 peyğəmbər, ulul azm deyirlər onlara. Nuh, İbrahim, Musa, İsa və Muhammed aleyhimussalatu vesselam. 5-inə də ayrı-ayrı o kitabda Qurandan ayələr gətirmişəm ki, Allah Subhanahu taala onlara bərəkət verib öz dövrlərində. Ancaq daha geniş Peyğəmbərimiz sallallahu aleyhi və səlləm haqqında danışmışam o kitabda. Bax, indi bunu sizə danışacağım. Bunu danışmaqda məqsədim nədir? Bunu danışmaqda məqsəd bu söhbətimi Azərbaycanın hər yerinə çatdırmaq, bildirmək ki, yer üzündə qiyamətə qədər Allahın ən sevdiyi insan Muhammed sallallahu aleyhi və səlləm olacaq. Olub və olacaq. Bunu isbat etməkdir. Demək, mövzuya başlamamışdan qabaq qeyd etmək istəyirəm ki, bərəkəti insana bəxş edən, xüsusilə də peyğəmbərlərə Allahdır. Və Allah Subhanahu taala öz peyğəmbərinə bərəkət, xeyir bəxş etdiyini yadına salmaq üçün özü ona buyurur. Quran ayəsidir, Əl-İmran surəsində. Əmr edir, deyir ki, de, qul, de. Məlikəl mulk, tu'til mulkə mən təşə və tənzi'ul mulkə mimmən təşə və tuizzu mən təşə və tuzillu mən təşə biyədikəl xeyr innəkə alə kulli şeyin qadir. Ey mülkün sahibi, sən öz mülkündən istədiyinə verirsən, istədiyindən onu alırsan. İstədiyini ucaldırsan, istədiyini isə alçaldırsan. Xeyir sənin əlindədir və sən hər şeyə qadirsən. Bunu Allah Subhanahu taala peyğəmbərinin yadına salır ki, yəni sən istəsən belə ucala bilməzsən. Səni ucaldan Allahdır. Sanki minnət edir ona. Necə ki, başqa bir ayədə minnət edir, Duha surəsində. Ələm yecidkə yetimən fəəvə və vəcədəkə dallən fəhədə və vəcədəkə ailən fəəğnə. Sən yetim idin, səni himayəyə götürdük, böyütdük. Kasıb idin, səni varlı etdik və sənə peyğəmbərlik verdik. Ucaltdıq səni. Bax, Peyğəmbər sallallahu aleyhi və səlləmə həmin o bərəkəti verən kimdir? Allah subhanahu wa ta'ala. Və deməli, Allah Teala sevdiyi insana bərəkət verir. Biz nə qədər Allahın sevgisini qazansaq, Allaha dost olsaq, bizə də azacıq da olsa o bərəkəti verəcək Allah Teala. Peyğəmbərlər qədər olmayacaq, düzdür. Amma azacıq da olsa bizim bərəkətimiz olacaq. Bizim üzümüzə baxan insan deyəcək ki, bunun üzündə xeyir yağır, xeyirxalq insandır bu.
Amma xeyir olmayan insanın baxanda üzünə deyəcəklər ki, bunun üzündən zəhərmar yağır. Adam deyil ki bu. Elə deyil. Ona görə Allahın o bərəkətinə nail olmaq üçün gərək Allahın sevgisini qazanaq. Allahdan qorxaq. İndi əsas məsələyə gələk. Peyğəmbər sallallahu aleyhi və səlləmi Allah subhanahu teala əsrlər boyu ucaldıb. İndi də ucaldır və bundan sonra qiyamətə dək ucaldacaqdır. Və əsrlər boyu onun qarşısını kəsmək cəhdləri olub, indi də onun gətirdiyi o təbliğatın qarşısını, o dinin, İslamın qarşısını almağa cəhdlər gedir. Bundan sonra da qiyamətə qədər davam eləyəcək. Bunu mən nəyə əsasən deyirəm? Quran ayəsinə əsasən. Quranda 2 dənə eyni mənalı ayə var, amma biri keçmiş zaman feili ilə gəlir, biri indiki və gələcək zaman feili ilə. وَمَكَرُوا وَمَكَرَ اللّٰهُ وَاللّٰهُ خَيْرُ الْمَاكِرِينَ. O birisində وَيَمْكُرُونَ وَيَمْكُرُ اللّٰهُ وَاللّٰهُ خَيْرُ الْمَاكِرِينَ. Fikir verirsiniz? Birində deyir ki, hilə qurdular. Allah onların hiləsinə qarşı hilə qurdu. Allah hilə quranların ən tədbirlisidir. Hilə qurdular keçmiş zamanda. Evini mühasirəyə aldılar ki, onu öldürsünlər. Öldürə bilmədilər. Evindən çıxıb gedəndə arxasınca adam göndərdilər ki, səhrada tutub gətirsinlər, ya ölüsünü, ya dirisini. Eləyə bilmədilər. Mədinədə onu sehirlədilər, zəhərlədilər, heç nə eləyə bilmədilər. Qoşun dalayacaq, Bədir döyüşü, Uhud döyüşü, Xəndək və s. heç nə eləyə bilmədilər. Bu hilələrin qarşısını hamısını Allah Teala aldı. Peyğəmbər sallallahu aleyhi və səlləm bu dini tam təbliğ edənə qədər təbliğ etdi və dünyadan köçüb getdi. Lakin onların hilələri dayanmadı. Onun vəfatından sonra da əsrlər boyudur özlərini ağıllı sayan insanlar, güya ağıllıdırlar bunlar. Həqiqətdə bəli, onlar gecə-gündüz oxuyurlar, institut bitiriblər, aralarında akademik, professor, müəllim və s. də ola bilər. Hamısı yığışır ki, yazıb oxumağı bacarmayan, çobanlıq eləyən birisinin gətirdiyi o mübarək ideologiyanın qarşısını alsın, ala bilmirlər. Niyə? Çünki Allah Teala ona elə bir bərəkət verib ki, bu bərəkətin qarşısı alınmazdı. O biri ayə, indiki zaman feili ilə istifadə olunan ayə. Onlar hilə quracaqlar qiyamətə qədər. Allah da onların hiləsinə qarşı hilə quracaq qiyamətə qədər. Və Allah bütün hilələri alt-üst eləyəcək. Heç nə eləyə bilməyəcəklər. İndi gəlin bunu ispat edək. Necə onlar Peyğəmbər sallallahu aleyhi və sələmə qarşı nəsə eləmək istəyir? İstəyirlər, onların istəkləridir. Amma Allah onu necə ucaldır? Və bunun qarşısı alınmazdır, mümkün deyil. Diqqət edin. Peyğəmbər sallallahu aleyhi və sələmin Allah subhanahu teala adına danışdığı sözlərə, etdiyi əməllərə, vücuduna, hətta vücuduna toxunan əşyalara bərəkət verib. O bərəkət nə deməkdir? Yəni, o bərəkət əbədi olaraq davam edir. Bərəkət verib. İndi bunu ispat edəyək. Peyğəmbər sallallahu aleyhi və sələmin adında olan bərəkətə bax. Əvvəlcədən Allah Teala bunun kökünü qoyub, təməlini qoyub. İnna Allaha və mələikətəhu yusalluna alə nəbi. Ya eyyuhəl-ləzina əmənu sallu aleyhi və səllimu təslimə. Bu əvvəlcədən bunun təməlini qoyub. Allah və onun mələkləri Peyğəmbərə salavat oxuyur. Salavat gətirir. Siz də ey möminlər, ona salavat deyin və kamil şəkildə onu salamlayın. Salavat gətirir Allah. Bu nə deməkdir? Yəni ona xeyir, bərəkət verir. Və bu xeyir, bərəkət qiyamətə qədər gedəcək. Mələklər ona salavat deməsi. Bu da həm sağlığında, həm də onun vəfatından sonra qiyamətə qədər. Və möminlərin ona salavat və salam deməsi. Həm sağlığında 100.000 sahabə. Hər onun adını çəkəndə sallallahu aleyhi və sələm deyirdi. Və onun vəfatından sonra 15 əsr ərzində saysız hesabsız müsəlmanlar olub.
Hər gün dünyanın hər yerində onun adını çəkəndə sallallahu aleyhi və sələm deyiblər. İndi də deyirlər. Dünyanın bütün dillərində. Bundan sonra da deyəcəklər. Bu, Peyğəmbər sallallahu aleyhi və sələmin adının bərəkətidir. Elə bir ikinci ad göstərə bilərsiniz ki, o ad çəkilən kimi cəmaat ona dərhal dünyanın hər yerində rəhmət oxusun. Yeganə şəxsiyyətdir. Adını Allah Subhanahu gör necə bərəkət verir. Çünki Allah Subhanahu bunu əmr edir möminlərə. Yer üzündə milyar yarım mömin varsa, müsəlman varsa, özünə müsəlman deyək də belə. Onların hamısına əmr edir ki, adını çəkən kimi, yadına salan kimi Peyğəmbəri denən sallallahu aleyhi və səlləm. 15 dəqiqədir danışıram. 15 dəfədən çox sallallahu aleyhi və səlləm demişəm. Təkcə mən. Təkcə mən. İndi siz təsəvvür edin. Dünyanın hər yerində milyonlarla məscidlər var. O məscidlərdə, həlqələrdə dərslər gedir. Hədis dərsləri, fiqh dərsləri, təvhid və s. Və o dərslər əsasında onun adı çəkilir və sallallahu aleyhi və səlləm deyilir. Hər cümə xütbələri var. Hədislər sallallahu aleyhi və səlləm deyilir adı çəkiləndə. Universitetlərdə, məktəblərdə, mədrəsələrdə, sosial şəbəkələrdə, YouTube, Instagram və s. Kim onun adını çəkir sallallahu aleyhi və səlləm deyir. Bu məyər bərəkət deyil. Bərəkət onun adının bərəkətidir. Və bundan əlavə, diqqət edin, başqa yollarla, hansı yollarla Allah Subhanahu onun adına bərəkət verir. 1. Dünyanın hər yerində fasilə ilə 5 dəqiqədən bir azan verilir. Və azanda 2 dəfə əşhədu ənə Muhammed Rasulullah deyilir. Fikir ver. Əgər yer üzündə ən azı deyirəm, 1 milyon məscid varsa, bir gün ərzində 2 milyon dəfə əşhədu ənə Muhammed Rasulullah deyilir, ancaq azanda. Düzdür? Mən deyim, siz riyaziyyəti yaxşı bilirsiniz, hesablayın. Sonra iqamə gəlir. İqamədə də 2 dəfə əşhədu ənə Muhammed Rasulullah. Bu oldu 4 milyon. Sonra namaz gəlir. Gündə 5 dəfə namaz. Hər namazın təşəhhüdündə Allahumma salli və səlləm alə nəbiyyinə Muhammed deyirsən. Salavat gətirirsən ona. 2 təşəhhüdlü namazdırsa, bu neçə olur? 9. 9'u da vurursan, milyarda, 1 milyarda əgər namaz qılan varsa, bu hara gedib çıxır, qardaş? Bu ad nə qədər təkrarlanır yer üzündə? Azanda, iqamədə, namazda. Bunun qarşısını, bu bərəkətin qarşısını kim ala bilər? Yer üzünün bütün insanları yığışsa ki, bu bərəkətin qarşısını alsın, ala bilməz. Cəhd eləyirlər, amma heç bir nəticə əldə edə bilmirlər. Çünki Allah Subhanahu onu ucaldıb. Təsəvvür edirsinizmi? Gün ərzində 5 milyard dəfə ona və onun ailəsinə bərəkət diləyirsən. Allahumma bərik alə Muhammedin və alə əli Muhammed kəmə bərəkdə alə İbrahim və alə əli İbrahim. Bu nə deməkdir? Bunun qarşısını kim ala bilər? Və əgər biz ona salavat və salam desək, bu bizim öz xeyrimizədir. Düzdür, ona da gedir xeyir, bərəkət. Amma biz də oradan xeyir əldə edirik. Bizim əldə etdiyimiz xeyir nədir? Diqqət edin. 1. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, bir dəfə kim mənə salavat desə, Allah onun əvəzini mənə qaytaracaq. Əvəzini həmin adama qaytaracaq. Savab olaraq. 100 dəfə desən, 100 dəfə qaytaracaq səni. Hər deyəndə günahların silinəcək və savabların artacaq. Və ən əsası, nə qədər çox desən, hər salavat gətirəndə mələk ona deyir, onun başının üstündə duran. Mələk deyir ki, filankəsin oğlu filankəs sənə salavat deyir. Hər dəfə deyəndə ya, təsəvvür et, sən ömrü boyu məsələn üçün 100 milyon dəfə sallallahu aleyhi və səlləm demirsən, hamısı da ona çatdırılıb ki, filankəsin oğlu filankəs sənə salavat deyir. Səni tanıyır o. Və qiyamət günü, əgər məsələn üçün deyir, amma bu fərziyədir, mənim əlimdə heç bir dəlil sübut yoxdur buna, amma məsələn üçün səhabələrin yanında desə ki, bax bu həmən o qardaşımdır, həyatı boyu mənə milyonlarca dəfə salavat gətirib. Sən necə fəxr eləyəcəksən bu ilə? Necə qürur duyacaqsan ki, subhanallah,
Allahın Rəsulu mənim adımı çəkir və mənə qardaşım deyir. Ona görə bu həyatda ömrü boyu Peyğəmbər sallallahu aleyhi və səlləmin adını çəkib ona salavat gətirməyə dəyər. Bunu edin, qardaşlar. Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, paxıl o kəsdir ki, mənim adımı çəkiləndə salavat gətirmir. Paxıl olmaq istəmirsinizsə, adını eşidən kimi salavat gətirin. İkinci, Peyğəmbər sallallahu aleyhi və səlləmə Allahın bəxş etdiyi bərəkət onun danışdığı sözlərə və etdiyi əməllərədir. Peyğəmbər sallallahu aleyhi və səlləmə danışdığı sözlər və etdiyi əməllər nə adlanır? Şəri terminlə. Hədis. Rasulullah sallallahu aleyhi və səlləmin hədisidir. Filan sözü deyib, sahabələr onu eşidən kimi yerinə yetirir. Filan əməli edib, dərhal yerinə yetirirlər. Və hədis elə belə şey deyil. Hədisi də Allah Taala ona öyrədir. Ancaq ilham vasitəsi ilə. Quranla hədisin fərqi ondadır ki, Quran olduğu kimi Allahın kəlamı olduğu kimi nazil olur. Olduğu kimi Peyğəmbər sallallahu aleyhi ve sellem onu əzbərləyir. Olduğu kimi ümmətə çatdırır. Orada bir hərif belə, bir vergül belə, bir nöqtə belə dəyişmək olmaz. Bu Allahın kəlamıdır. Amma hədis Allah Subhanahu taala ona ilham vasitəsilə nazil edir və yaxud Cəbrail əleyhissalam ona öyrədir. Sonra Peyğəmbər sallallahu aleyhi ve sellem öz sözləri ilə, öz əməlləri ilə onu ümmətə öyrədir. Və niyə belə edir Allah Taala? Peyğəmbər sallallahu aleyhi ve sellem digər insanlardan üstün olması üçün. Peyğəmbərin digər insanlardan üstün olması ancaq hədislərə görədir. Yoxsa başqa işlərdə o da bizim kimi adicə insandır. Hər dəfə özü də bunu deyirdi. Deyir, mən də sizin kimi adi bəşərəm. Məni şişirtməyin. Mən sadəcə Allahın rəsuluyam. Yəni, mənə vəhiy nazil olur. Hədislər. Allah Subhanahu taala Quranda deyir ki, namaz qılın. Vəssalam, müxtəsərdir bu. Necə qılınmasını göstərmir. Quranda göstərmir bunu. Ancaq Cəbrail əleyhissalam gəlir, 5 vaxt namazın əvvəl vaxtında o 5 vaxt namazı hər birini ayrı-ayrı qıldırır, göstərir, hansı hərəkətlər, hansı sözlər. Sonra da Rasulullah sallallahu aleyhi ve sellem onu ümmətə öyrədir. Və bu da olur hədis. 100 minə yaxın hədis var. Əgər bu 100 minə yaxın hədis batil sözlər olsaydı, o batil sözlər 15 əsr qorunub saxlanılardı. Quran qorunub saxlandığı müddətcə qiyamətə qədər. O səhih hədislər də qorunub saxlanılacaq. Çünki biri o birinə bağlıdır. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, İnni utitul Qur'ana və misləhu ma'hu. Mənə Quran və onun bənzəri verilib. Bənzəri nədir? Yəni, bənzəri onun kəlamı Allahın kəlamı kimi deyil. Amma onun kəlamı Allah tərəfindən gələn vəhiydir. Bənzər o mənadadır. Çünki Quran da, hədis də Allah tərəfindən gəlir. Nəcm surəsində Allah Subhanahu taala deyir ki, Mə yantiqu anil hava in huve illə vahyin yuha. Muhammed nəyi danışırsa, öz istəyi ilə danışmır. Ağlına gələni danışmır. Danışdığı ancaq Allah tərəfindən gələn vəhiydir. Yəni, hədislər Allah tərəfindən gələn vəhiydir. Buna dəlil, diqqət edin, ayələrin birində Allah Taala nə deyir? Ey Muhammed, Allah sənə kitabı və hikməti nazil etdi və sənə bilmədiklərini öyrətdi. Nə deməkdir bu? Kitabı başa düşdüyü Qurandır. Hikmət nədir? Desəz ki, hikmət ticarətdir, onu Allah Taala'nın ona öyrətməyinə ehtiyac yoxdur ki. O elə İslamdan əvvəl də ticarəti bilirdi, necə eləmək lazımdır. Desə ki, məsələn üçün, filan şeydir, əkinçilik, nə bilim, maldarlıq və s. Bunu hamı bilir, bunu öyrətməyə ehtiyac yoxdur. Yəni, dünyəvi işlərə aidiyyəti yoxdur bunun. Hikmət deyiləndə dünyəvi işlərə aidiyyəti yoxdur. Bunu məhz dinə aid, ibadətə aid olan işlərdir. Allah onu hikmət adlandırır. Hikmət yəni hədis. O bir ayədə deyir ki, sizə öz üzərinizdən ayələrimizi sizə oxuyan, günahlarınızı təmizləyən kitabı və hikməti sizə öyrədən bir Peyğəmbər gəldi. Sahabələrə Qur'anı öyrətdi. Qur'andan əlavə nə öyrətdi? O Qur'anda olan müxtəsər ayələrin izahını. O bir ayədə nə deyir Allah Taala? Və ənzəlnə ileykə zikrə litubeyyinə linnəsi mə nuzzilə ileyhim. Quranı sənə nazil etdik ki,
bunu insanlara sən izah edəsən. Demək, izah edənə ehtiyac var. O da kimdir? Muhammed sallallahu aleyhi və səlləm. İndi gələk, Peyğəmbər sallallahu aleyhi və səlləmin hədislərində olan bərəkətə. Bir dənə gözünüzü yumun, düşünün. Nə qədər İslama aid kitab var yer üzündə. Milyarddan çoxdur kitabların sayı. Həm ərəbcə, həm də başqa dillərdə. Milyardlarla kitab var yer üzündə. Həm ərəbcə, diqqət edin, həm də başqa dillərdə. Ancaq hədisləri özündə cəm edən kitablar, hədislərin sayı əgər 70-80 mindirsə, bir hədis 100 dənə hədis kitabındadır. O 70-80 mini vur 100 dənə hədis kitabına. Gör, nə qədər olur bu, nə qədər kitab eləyir. Ancaq hədis kitabları, təfsir kitabları var, təvhid kitabları var, fiqh kitabları var, sirə var, tarix var və digər kitablar var, məqalələr var, jurnallar var. Bütün bunların hamısında hədis, Peyğəmbər sallallahu aleyhi və səlləmin adı, hədisin mənbəsi, bu hədislərə bərəkəti kim verib? Elə bir başqa bir kəlam göstərə bilərsinizmi ki, dünyada bu qədər kitablarda o kəlamlar zikr edilsin? Saysız, hesabsız. İstər ərəb dilində olsun, istər başqa dillərdə. Ancaq kitablarda olan. İndi keçək, danışıqda olan. Hədisləri harada danışırlar? Xutbələrdə. Bayaq dedim axı, hər cümə milyonlarla məscidlərdə xutbə verilir və hər xutbədə ən azı 3-4 dənə hədis danışılır. Həmin məscidlərdə hər həftə alimlər dərslər keçir. Eləsi var 3 dəfə, eləsi var 4 dəfə, eləsi var hər gün. Bunlar həmin hədislərdən danışırlar. Mədrəsələrdə, universitetlərdə, sosial şəbəkələrdə, hər yerdə bu hədislər danışılır. Bu həmin o hədislərin bərəkətidir. Allah Teala buna elə bir bərəkət verib ki, bunun qarşısı alınmazdır, mümkün deyil. Bunun qarşısını heç kəs ala bilməz. Allah buna bərəkət verib. İndi özünüz bir düşünün. Peyğəmbər sallallahu aleyhi və səlləmi ucaldan Allah əgər əbədidirsə, onun ucaltdığı adamın bərəkəti də əbədi olacaq. Amma kim onu qəzəbə gətirəcəksə, onu Allah rəzil eləyəcək. İndi o Peyğəmbər sallallahu aleyhi və səlləmə qarşı gedənlər, ona hilə quranlar, tədbir görənlər, onlar bir oturub düşünsünlər. Tarixdə heç onları yada salan olubmu? Yox. Əbu Cəhli yada salan var. Əbu Ləhəbi yada salan var. Eləcə də ki, indiki dövrdəki Əbu Cəhilləri, Əbu Ləhəbləri heç kəs yada salmayacaq. Onlar ancaq özlərinə pislik eləyəcək. Çünki bu böyük şəxsiyyətin bərəkətinin qarşısını heç kəs ala bilməz. İndi gələk sonuncu məsələyə. Peyğəmbər sallallahu aleyhi və səlləmin vücudunda olan və vücuduna toxunan bərəkətə. Deməli, Peyğəmbər sallallahu aleyhi və səlləmin vücudunda olan bərəkət. Bu nə deməkdir? Yəni, dəstəmaz alır, məsələn. Dəstəmaz aldı, getdi, yerdə su qalıb qabın içində. Əli ona o suya toxunub axı. O suya toxunubsa, həmən o su bərəkətlidir. O xeyir, bərəkətə nail olmaq üçün sahabələr o suya əllərini salırdı, üzlərinə vururdu, bədəninə sürdürdü o suyu ki, ona xeyir, bərəkəti gəlsin. Və həqiqətən də gəlirdi. Onlar, cəmi 70 min sahabə tarix boyu insaniyyətin ən çox əldə etdiyi nailiyyəti əldə etdilər. Dünyanın 4/3 hissəsini fəth eləmişdilər. İslamı yaymışdılar. Hələ o vaxtı okeanın tərəfi fəth olunmamışdı. Yəni, heç kəşf olunmamışdı. Oranı heç kəs bilmirdi. Əsas bu tərəf idi. Avropa, Asiya, bir də Afrika. Onun da 4/3 hissəsi İslam idi. Əsrlər boyu da belə davam edirdi. Bu, Allahın bəxş etdiyi bərəkət idi. Peyğəmbər sallallahu aleyhi və səlləmin vasitəsi ilə. Deməli, Urva adlı müşrik Hudeybiyyə sülhündə gəlir sülh bağlamaq üçün. Oturur Peyğəmbər sallallahu aleyhi və səlləmin üzbəyüz
O sülhdə olan, müqavilədə olan yazıları, deyilənləri müzakirə eləmək üçün. Və sahabələrinə baxır. Baxır ki, biri gətirir buna misvakını verir, o biri ayaqqabısını gətirir, bu biri nə bilim su gətirir dəstəmaz almağa. Dəstəmazdan sonra aparırlar suyu öz aralarında bölüşdürürlər. Əllərini ona sürtürlər və s. Geri qayıdır müşriklərin yanına. Deyir ki, ay cəmaat, həmişə məni nümayəndə kimi göndərirsiniz padşahların yanına. İndi də Muhammedin yanına göndərmişsiniz. Mən Xosrovun, Heraklın, Nəcaşinin, Muqavqısın, digərlərinin huzurunda, sarayında çox olmuşam. Onların əyyanlarının onlara elədiyi təzimi görmüşəm. Necə təzim eləyirlər padşahlarına. Vallahi ki, deyir, Muhammedin sahabələrinə çata bilməzlər. Muhammedin sahabələri Muhammedi elə təzim edir ki, elə bir ki, ilahdır. Sallallahu aleyhi və səlləm. Mən məsləhət görürəm ki, onun dediyini qəbul edəsiniz. Fikir ver, müşrikdir. Amma başa düşür ki, o həqiqətən də Allahın peyğəmbəridir. Bu qaçılmazdır. Eyni kafir tarixdə o da etiraf edir ki, həqiqətən də Allahın peyğəmbəridir. Kimdir? Hamınız o rəvayəti bilirsiniz. Herakl. Herakla məktub gəlir. Peyğəmbər sallallahu aleyhi ve sellem ona məktub göndərir ki, İslamı qəbul et, canını qurtar Allahın əzabından. O neyiniyir? O yoxlamaq üçün ki, doğrudan mı bu peyğəmbərdir? Çağırır həmin vaxt Şamda olan ticarətçiləri, ərəb ticarətçilərini. O tacirlər də 40 nəfər olur. Başçıları kim olur? Abu Sufyan. Və onlardan soruşur ki, sizin böyüyünüz kimdir? Deyil, Abu Sufyan. Abu Sufyanı çağırır huzuruna ki, mənim sənə suallarım var. O suallara cavab versən, yaxşı olar. O birilərinə də deyir ki, mən ona sual verəcəm. Əgər yalan danışsa, siz onun yalancı olduğunu gedib hər yerdə yayarsınız. Abu Sufyan deyir ki, Herakl bunu mənə deyəndən sonra artıq sığışdırmadım özümə yalan danışmağa. Nə desə düzünü deyəcəm. Çünki sonra Ərəb yarımadasında hamı məni yalancı sayacaq. Və Herakl başlayır ona suallar verməyə. Suallar verir, axırda gör nə deyir. Deyir, səndən onun nəsəbi barədə soruşdum. Dedin ki, o əsilli, nəsəbli insandır. O Haşimilər gedir, İsmail əleyhissalama çıxır. Əsil nəzabətlidir bu adam. Həmçinin peyğəmbərlər də öz nəslinin adlı sanlı təbəqəsindən olublar. Səndən soruşdum ki, ondan əvvəl dədə-babaları belə peyğəmbərli iddiası eləyib, dedin, yox. Fikirləşdim ki, deməli, dədə-babalarının mülkünü qaytarmaq istəmir bu adam. Buna həqiqətən də peyğəmbərlik verilib. Səndən soruşdum ki, indiyə qədər yalan danışıbmı? 40 il bu adam yalan danışmayıb. Bundan sonra yalan danışacaq. Dünyavi işlərdə yalan danışmayan, Allahın adından yalan danışacaq, yox. Səndən soruşdum ki, onun arxasınca gedənlər, təkəbbürlülər, zadəganlar, varlılar da, yoxsa təvazökarlar, kasıblar. Pulu olsa da amma təvazökar, sakit insanlar. Dedin ki, təvazökarlar, kasıblar. Peyğəmbərlərin hamısının ardıcıları belə olub. Səndən soruşdum ki, onun ətrafındakilardan kimsə ona xəyanət edir, dedin, yox. Əksinə onu, ölənə qədər onun yanında dururlar, dəstəkləyirlər. Fikirləşdim ki, mömin belə olur. Səndən soruşdum ki, əhdi pozurmu? Dedin, yox, pozmur. Dedi, heç bir peyğəmbər heç vaxt əhdi pozmayıb, xəyanət eləməyib. Bir dənə buradan haşiyə çıxım, davam eləyəcəm sonra. Əhdi pozmayıb, xəyanət eləməyib. Diqqət edin, evini mühasirəyə alıblar. Danışıram, qəhər boğur məni ki, gör nə böyük şəxsiyyətdir bu adam. Evini mühasirəyə alıblar, öldürmək istəyirlər. O öldürmək istəyən müşrik qəbilələrin əmanətləri onun evindədir. Həmin o qəbilələrdən olan bir neçə tacir müşrik səfərə gedəndə evində olan qızılları gətirib ona əmanət olaraq verib ki, saxla, mən səfərdən qaydanda gəlib səndən onu götürəcəm. Əhddir də bu əhd. Əmanət verib ona ki, o saxlasın. Bilir ki, o əhdə vəfa olacaq da, yəni xəyanət eləməyəcək. Qaytaracaq onun qızıllarını qəpiyinə qədər. Düşməni onun evini mühasirə alıb öldürməyə. O hazırlaşır ki, oradan çıxsın, o mühasirədən çıxsın
və getsin bir dəfəlik. O qızılları götürüb apara bilərdi. Elə deyil. Bu bir. İkincisi, onun öz var dövlətindən heç nəyi qoymurlar ki, özü ilə aparsın. Hamısını onun əlindən alırlar. Fikirləşə bilərdi ki, bunlar mənim əlimdən mənim varımı alır, mən də onların o əmanətlərini götürüm, çıxım gedim. Onu da eləmir. 3. Əmanət orada qalacaq axı. Evini mühasirəyə alanlar onun evinə girər, öldürmək məqsədi ilə. Evdə tapmazlar, amma həmin əmanətləri tapıb götürərlər. Artıq əmanət yiyələrinə xəyanət etmiş olar. Adam nə edir? Subhanallah. Əli ibn Əbi Talib öz yerinə qoyur ki, qalırsan burada, əmanət sahiblərinin əmanətlərini özlərinə qaytarmayınca Mədinəyə gəlmirsən. Bundan o tərəfə əmin ola bilməz. Əmin. Ona görə bütün o Ərəb yarımadasında olanlar ona əmin ləqəbi vermişdilər. Əmanətə xəyanət etməyən. Bax, gör, Herakl nəyi soruşur? Bilir ki, peyğəmbərlərin xislətidir, onun vəsfidir. Heç vaxt xəyanət eləmir. Düşməni olsa belə. Sizə nəyi buyurur? Soruşdum, dedin ki, bizə tək Allaha ibadət etməyi, namaz qılmağı, düz danışmağı, iffətli olmağı buyurur. Peyğəmbərlərin hamısı bunu buyurur. Bu sualların cavabını alandan sonra gör nə deyir Herakl? Deyir, mən bilirdim ki, o vəsflərlə axırıncı peyğəmbər gələcək. Amma heç ağlıma gəlməzdi ki, sizdən olacaq. Fikir ver, Herakl təsdiqləyir ki, sizdən gələn o adam peyğəmbərdir. Sonra nə deyir? Əgər sənin dediklərin doğrudursa, onda o həqiqətən də peyğəmbərdir və mənim ayaqlarımın basdığı yerlərə sahib olacaq. Sahib olur, olmur. Ömər ibn Xattab radiyallahu anh'ın xilafət dövründə artıq həmin o yerlər İslam diyarı olur və 15 əsrdə belə davam edir. Bax bu, Herakl bunu hardan bilirdi? Əvvəlki kitablardan bilirdi ki, sonuncu peyğəmbər gələcək və dünyanın çox hissəsini fəth eləyəcək. Elə də oldu. Bax, bu da Heraklın etirafıdır. İndi təzdən qayıdıq Peyğəmbər sallallahu aleyhi və sələmin o vücudundakı bərəkətə. Bayaq dedim axı, vücuduna toxunan əşyalarda da bərəkət olurdu. Nə qədər o kitabda hədislər toplamışam, bir neçəsini deyəcəm. Ənəs ibn Malik Peyğəmbər sallallahu aleyhi və sələmin səndəllərini saxlayırdı özündə, onun vəfatından sonra. Əsma onun cübbəsini saxlayırdı. Abdurrahman ibn Avf onun cübbəsini saxlayır, axırda o ilə, yəni kəfənin üstündən də onu qoyurlar, elə dəfn eləyirlər onu. Ummu Sələmə həyat yoldaşıdır. Peyğəmbər sallallahu aleyhi və sələmin saçının, saqqalının tüklərini saxlayırdı. 20-yə yaxın tük, balaca belə zınqırova bənzər qabın içində saxlayırdı. Niyə görə? Bunu bu sahabələr niyə görə saxlayırdı? Təbarruk üçün. Bərəkət. Diqqət edin. Hədisdə deyilir ki, kimsə xəstələnəndə, bərk xəstələnəndə, yəni artıq həkimin verdiyi dərmanlarla sağalmır. Artıq başa düşürlər ki, buna göz dəyib və yaxud buna sehr olunub. Bu adam da, yəni insana göz dəyəndə, sehr olunanda ölə bilər. Həqiqi mənada. İndiki zamanda, məsələn, insana göz dəyəndə, sehr olunanda niyə inirlər? Ruqiyyə oxuyurlar, sidirlə çimir və s. ki, sağalsın. O şeylərdə də bərəkət var. Ancaq burada birbaşa Peyğəmbər sallallahu aleyhi və sələmin vücudunun toxunduğu bərəkətli əşyalar. Diqqət edin, hədisdə deyir ki, birinə göz dəyəndə bir qab su gətirirdilər Ummu Sələmənin yanına. Ummu Sələmə gətirirdi o tükləri, saqqalın, saçın tükünü. Qoyurdu suyun içinə, yarım saat məsələn. Sonra çıxarırdı, suyu aparırdılar. O su ilə həmin adam başından aşağı tökürdü o suyu və sağalırdı. Buna deyilir təbarruk. Peyğəmbər sallallahu aleyhi və sələmin vücudu ilə təbarruk edirdilər. İndi əsas məsələyə gəlirəm. Bax, subhanallah, deyiləm, özüm də gülməyi tutur ki, bu kafirlər, müşriklər, münafiqlər, fasiqlər, zalimlar, kimlər ki,
Muhammed sallallahu aleyhi və səlləm gözdən salmaq istəyirlər. Nə fikirləşirlər? Axı siz Peyğəmbər sallallahu aleyhi və səlləmin gətirdiyi hədisləri araşdırırsınız. Hə? Cəmaata deyirsiniz ki, hədis boş şeydir. Amma araşdırıb görəndə ki, Rasulullah sallallahu aleyhi və səlləm 15 əsr bundan əvvəl 80-ə yaxın qiyamətin əlamətləri barədə xəbər verib. Və həmin əsrlər boyu o 80 əlamətdən artıq 70-i, yəni kiçik əlamətləri baş verib. Böyük 10 əlamətləri qalıb. İsa aleyhissalamın nüzuludur, Dəccalın çıxışıdır və s. Onda siz özünüz öz içinizdə etiraf eləyirsiniz ki, bu həqiqətən də Allahın Peyğəmbəridir. Nə deyibsə hamısı olub. Elədir? Necə ola bilər? İçinizdə bunu etiraf edirsiniz ki, həqiqətən də bu Allahın Peyğəmbəridir. Çünki o heç nəyi özündən demir. Nə deyibsə, Allahın vəhiyi ilə deyib. Və nə deyibsə, hamısı da olub. Necə ola bunu etiraf edirsiniz ki, Peyğəmbər sallallahu aleyhi ve sellem dediklərinin hamısı olub. O bir tərəfindən də deyirsən ki, onun dedikləri boş şeydir. Bu bilirsiniz nədir? Bu nəyə bənzəyir? Peyğəmbər sallallahu aleyhi ve sellemə ilk Peyğəmbərlik verilən vaxtı sakitcə öz həyətində Quran oxuyurmuş. Və həmin vaxtı müşriklərdən 3 nəfər öz aralarında danışır ki, gedək axşam qulaq asaq görək bu nə oxuyur. Onlardan da biri Əbu Cəhil olur. İkincisi səhv eləmirəmsə Umeyyə olur. Amma üçüncüsünün adı yadımdan çıxıb, sonradan o sahabə olub, sonradan danışır o hadisəni. Bir üçümüz də gəldik, o evinin yaxınlığında qulaq asırıq ki, bu nə oxuyur? Peyğəmbər sallallahu aleyhi ve sellem də Quran ayələrini oxuyur. Üçümüz də bir-birimizin üzünə belə baxdıq. Dedik ki, bu doğrudan da Allahın göndərdiyi, seçdiyi bir bəndəsidir. İnsan kəlamı deyil bu. Belə bir kəlam nə şairlərdə var, nə kahinlərdə var, nə münəccimlərdə var, nə sehirbazlarda var. Onların kəlamları axı belə təmtəraqlı kəlamlardır. Qafiyələrlə, axıcı, mənalı. Quran isə onlardan da üstündür. Buna görə bunlar başa düşür ki, bu həqiqətən də Allahın kəlamıdır. Əsas məsələ gəlir, diqqət edin. Üçümüz də öz aramızda bir-birimizə söz verdik ki, bir də gəlib buna qulaq asmayaq. Çünki qulaq assaq, bizi də çəkəcək öz tərəfinə. O kəlama kim qulaq asırsa, o kəlam onu özünə tərəf çəkir. Minlərlə misal çəkə bilərəm ki, Quranı açıb oxuyub, sonra İslamı qəbul edib adam. Halbuki əvvəli onun bütpərəst olub, kitab əhli olub, nə olub? Amma Quranı oxuyandan sonra, Quran onu öz tərəfinə çəkib. Ona görə qeyri-müsəlmanların Qurandan zəhləsi gedir. Quranın qarşısını almağa çalışır. Və həmin adam deyir ki, biz söz verdik, kişi kimi ki, bir də gəlib qulaq asmayacaq. Səhəri gün, üçümüz də bir-birimizdən xəbərsiz, maraqlı da axı, bugün nə oxuyacaq, bugün ona nə nazil olub. Üçümüz də xəbərsiz sonra gəlib bir-birimizi görəndə orada, bir-birimizin üzünə baxıb dedi ki, yox, bunun təbliğatının qarşısını heç kəs ala bilməz. Buna heç kəs qalib gələ bilməz. Eyni sözü də Abu Sufyan deyir, ha? Herakl deyəndə ki, o mənim ayağımın basdığı yerlərə sahib olacaq. Mən onun yanında olsaydım, onun ayaqlarını yuyardım, onun dediyini qəbul eləyərdim. Sonra da məktub yazır Muhammed sallallahu aleyhi ve sellemə ki, mən sən deyənləri qəbul edirəm, ancaq saraydakılar mənə imkan vermir də. Ona görə gizlin qəbul eləmişəm bunu. Rəvayət Tabaranidədir, səhv eləmirəmsə. Peyğəmbər sallallahu aleyhi ve sellem də deyir ki, kəzəbə aduvallah. Allahın düşməni yalan danışır. Əgər qəbul eləsəydi, heç nədən qorxmayıb elan eləyərdi, Nəcaşi kimi. O əvvəlcə deyir ki, mən qəbul eləyirəm. Görəndə ki, əyyanlar hamısı ayağa qalxdı, deyir ki, zarafat eləyirdim. Fikir ver, artıq dindən çıxır o. Amma diqqət edin, Herakl oradan bilir ki, bu doğrudan da Peyğəmbərdir. Bu tərəfdən Nəcaşi, o tərəfdən Əbu Cəhil. Yəni, bu hamısı onu göstərir ki, tarix boyu kimlər ki, Peyğəmbər sallallahu aleyhi və səlləmə qarşı gedib, onu gözdən salmağa çalışıb, onun həyatını araşdıranda başa düşüb ki, ondan dahisi yoxdur. Diqqət edin, bir neçə dənə də misal indi deyəcəm, amma həmin kitabda
7-8 dənə misal gətirmişəm. Burada bir neçəsini deyəcəm sizə. Michael Hart. Qeyri-müsəlmandır. Kitab yazıb. Kitabın adı 100 dahi insan. Və birinci ad nə gəlir? Muhammed sallallahu aleyhi və səlləm. Birinci onun adını qoyub. Sonra nə yazır kitabında? Diqqət edin. Yazır ki, hərçənd Muhammədi tarixdəki ən mühüm və ən əzəmətli şəxsiyyətlərin birincisi seçməyim oxucularımı heyrətə gətirə bilər, qəzəbləndirə bilər. Lakin qeyd etmək lazımdır ki, Muhammed tarix boyu 2 müstəvidə həm dini, həm də dünyəvi işlərdə ən uğurlu nəticələr əldə etmiş yeganə şəxsiyyətdir. 2 müstəvidə din baxımından onun ardıcıllarından çox ardıcılı olan peyğəmbər var? Yoxdur. Rasulullah sallallahu aleyhi ve sellem deyir ki, cənnətin 2/3-ni müsəlmanlar təşkil edəcək. Yerdə qalanını digər ümmətlər. O əzəmətə baxın. Bu bizə şans verir ki, biz ola bilər o ümmətin içində olaq. Çünki çoxdur axı. Elə deyil. Dünyəvi baxımından bayaq dedim. Tarixdə elə bir insan olubmu ki, dünyanın 4/3 hissəsini onun o təbliğatı yetişsin hər tərəfə. 4/3 hissəsi xilafət olsun. Heç vaxt olmayıb belə şey. Allah Subhanahu taala onu ancaq Muhammed sallallahu aleyhi və səlləmin təbliğatına o bərəkəti ancaq ona verib. İndi də daha böyük möcüzə kimi mən sizə deyim nədir? Xilafət yoxdur. Amma o təbliğat dünyanın hər yerinə yayılır. İstər bütpərəstlərin ölkəsində, istər xristianların ölkəsində hər yerə yayılır. Bu da bərəkətdir. Bunun qarşısında heç kəs ala bilmir. İkinci misal, misallar çoxdur o kitabda, özünüz oxuyarsınız. Fransız şairi Alphonse de Lamartine. Gör, bu nədir? Əgər məqsədin aliliyi, vasitələrin azlığı və heyrətamiz nəticələr insan dahiliyinin 3 meyarı hesab edilirsə, nə demək istəyir? Yəni bu 3 şey, bu 3 xislət, 3 qeyri-adi üstünlük kimdə varsa deməli o dahi insandır. Dahi insan. Oturub evində nə pulu var, nə tərəfdarları var, təkdir. Fikirləşir ki, mən dünyanı zəbt eləyəcəm. Sonra da ona nail olur. Bu dahidir. Dahi. Makedoniyalı İskəndər, nə bilim Çingiz xan, nə bilim kim. Bunlar hamısı oturub qarşısına məqsəd qoyub ki, zəbt eləyəcəm və ala gedir. Və ona görə də tarixdə onları dahi insan adlandırırlar. Ancaq gör, bu nə deyir? Bu fransız. Deyir ki, əgər bu dahilikdirsə, onda kim tarixdəki istənilən dahi bir insanı Muhammedlə müqayisə etməyə cürət edə bilər? Diqqət edin. Peyğəmbər sallallahu aleyhi və səlləmə ilk dəfə peyğəmbərlik mağarada gəlir. Var idi onun tərəfdarı? Yox idi. Amma artıq qarşısına məqsəd qoyur ki, bu dini bütün bəşəriyyətə çatdırmalıyam. Axı, aləmlərə göndərilib bu peyğəmbər olaraq. Və çatdırırdı. Bundan o tərəfə dahi insan yoxdur. Tarix boyu daim adını, əməllərinə, dediyi sözlərə, vücuduna bərəkət verilmiş ən fəzilətli insandır. Sonda hamımızdan çox sevdiyimiz o peyğəmbərimiz, hətta valideynimizdən, ailəmizdən belə çox sevdiyimiz o peyğəmbərimiz sallallahu aleyhi və səlləmlə həm məhşərdə qarşılaşmaq, o ilə qucaqlaşmaq, onun yanında olmaq, həm də cənnətdə ona yaxın mərtəbədə olmaq üçün hamımızın adından Allaha dua edib deyirəm. Allahümmə innə nəsəlükə imanən lə yərtəd və nəimən lə yənfəd və mürafəqətə nəbiyyəkə Muhammedin sallallahu aleyhi və səlləmə fi ələl cənnəti xuld. Allahım, səndən dəyişməyən iman, tükənməyən nimətlər və Peyğəmbərin Muhammed sallallahu aleyhi və səlləm ilə birlikdə
ən uca cənnətdə ona yaxın olmağı diləyirik. Subhanakallahumma və bihamdik. Əşhədu ən la ilahə illə ənt. Əstəğfiruka və atubu ileyk.